Ənənəvi musiqi ilə uzaqdan yaxından əlaqəsi olanlar Tarzan Ramiz Quliyevin adını mütləq eşitmiş olarlar. Quliyevin məşhur əsərləri, o cümlədən İlk Sevgi, Ana, Qarabağ və Çoban Bayatıları musiqi həvəskarlarını heyrətə gətirir. Ramiz Quliyev öz bənzərsiz bacarığı ilə İran da daxil olmaqla dünya üzrə 70-dən çox ölkədə çıxış etmişdi. O dəfələrlə İranı ziyarət etmiş və Fəcr Beynəlxalq Musiqi Festivalında çıxışlar etmişdi. Quliyevin İranla əlaqəsi yalnız səhnə ilə məhdudlaşmamışdı. 2002-ci ildə Tehran İncəsənət Universitetinin magistr proqramında dərs demək üçün dəvət almışdı. 2014-cü ildə isə Fəcr Beynəlxalq Musiqi Festivalında Ramiz Quliyevə xüsusi təqdir və festival mükafatı təqdim olunmuşdu. Ustad Ramiz Quliyev Tehran konsertində Ey İran mahnısını ifa etmiş və bu ifa tamaşaçılar tərəfindən böyük həvəslə qarşılanmışdı. O, İranlı dinləyiciləri barədə belə demişdi: hörmət, ehtiram, musiqiyə diqqət, sevgi, hisslərin ifadəsi, məhəbbət, bütün bunlar İranlı dinləyicilərdə ən gözəl formada mövcuddur və mən belə bir şeyi dünyanın heç bir yerində görməmişəm.